Qadın-kişi enerjilərinin balansı, vahidlik duası. Ey vahid olan, özündə zidləri bir edən, axışı və dayağı eyni ürəkdə toplayan. Bu an içimdəki qadın və kişi enerjilərini sənin nurunda görüşdürürəm. Qadın enerjim axan, hiss edən, yaradan, bəsləyən. Kişi enerjim dayanan, qoruyan, istiqamət verən. Mən onları qarşı-qarşıya qoydum sandım, amma onlar bir-birini tamamlayırmış. Ey sevgi mənbəyi, qadın enerjimi qorxudan azad et, kişi enerjimi sərtlikdən yumşalt. Qoy biri tələsməsin, digəri sıxmasın. Qoy biri axsın, digəri daşısın. Mən hiss etməyi zəiflik sandım, qərar verməyi sevginin əksi sandım. İndi bilirəm sevgi həm hissdir, həm seçim. Qadın enerjimə icazə ver ağlasın, gülsün, yaratsın. Kişi enerjimə icazə ver sərhəd qoysun, yetər desin. Ey ilahi tarazlıq, məni birindən imtina etməyə məcbur etmə. Məni ikisini də daşıyan tam varlığa oyat. Qoy içimdəki kişi qadını qorumaq üçün mövcud olsun. Qoy içimdəki qadın kişini yumşaltmaq üçün axsın. Nəzarət yerini güvənə versin, passivlik yerini qəbula, mübarizə yerini əməkdaşlığa buraxsın. Mən artıq yayada deyiləm. Mən həm-həməm, həm güclüyəm, həm yumşağam, həm qərarlıyam, həm mərhəmətliyəm. Ey özündə bir olan, bu tarazlığı bədənimdə qur. Ürəyimdə hiss, belimdə dayaq, nəfəsimdə ahəng. Bu an içimdə sülh yaranır. Çünki qadın və kişi müharibəni bitirir. Çox şükür axşımı itirmədən dayağa sahib olduğum üçün. Çox şükür gücümü sərtliyə çevirmədiyim üçün. Çox şükür öz içimdə bir olduğum üçün.